Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriyanın media nümayəndələri üçün növbəti dəfə sosial jurnalistika təlimi keçirilib. Müddətli hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi mövzusuna həsr olunan təlimdə 22 media qrupunun nümayəndələri iştirak edib. İştirakçılara müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi prosesinin yekun tibbi müayinələri barədə ətraflı məlumat verilib. Tibbi qiymətləndirmə komissiyasının müayinə nəticələrinin kateqoriyalar üzrə təsdiqlənməsi mexanizm izah olunub. Sosial jurnalistika təlimlərinin keçirilməsində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahəsinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Müayinədən keçdikdə bütün qurumların